Lənkəranın Böyük Bazar Cümə məscidində aşura mərasimi ilə bağlı könüllü qan vermə aksiyası keçirilib. Aksiyada sakinlərin fəallığı müşahidə olunub. Həkim hematoloqlar tərəfindən əvvəlcə qan verməyə gələnlərin sağlamlığı yoxlanılaraq hər bir müvafiq müayinələrdən keçirilib. Axşam saatlarına dək davam edəcək qan vermə aksiyasında 400-ə yaxın vətəndaş könüllü iştirak edib. Yığılan qan ehtiyatı talasemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlər üçün istifadə olunacaq. Mərkəzi Qan Bankının Lənkəran regional bölməsindən aldığımız məlumata görə Cənub bölgəsi üzrə 230-a yaxın hemofiliya və talasemiya xəstəsi qeydiyyatdadır ki, onlardan 72 nəfəri Lənkəran sakinləridir. Könüllü surətdə qan verməyə gələn rayon sakinləri aksiyanın keçirilməsini yüksək qiymətləndirərək bunu həm onların sağlamlığı, həm də ehtiyacı olanlara kömək etmək baxımından əhəmiyyətli olduğunu bildiriblər. Biz bu qanı veririk talasemiyada olan xəstələrə görə, həm də Allaha xatir, savabdır. Verdiyimiz qan kiməsə xəstə olan insanlara bir şəfa versin. Həm onlara xeyri olsun, həm də bizə xeyri olsun. Mən özüm ruhi qida alıram, yəni kiməsə köməkliyim dəyir, həm də özümdə şəfa tapıram.